Özümü tuturam. Qalıncaq kəndində yaşayan, ömrün təkəri, mi eləyən Elnur sənə. Kərimyan Elnur Oktay oğlu sənə. Deyirsən ki, gəl ördək alım verim sənə. Mənim 50 manatlıq ördəyimi aparıb, kefva sürüb, neyirəm gedim mənə 7 manatlıq, 8 manatlıq ördək alıb verəsən. Ya 50 manatlıq həmin ördəyimi gətir ver, ya da 50 manat kartıma pul vur. Yoxsa əl çəkən deyiləm sizdən. Sənin qardaşın, deyirsən ki, ailə həyatı qurmuşdu Seymur sənə. Hansı kişi ailəsini gətirib başqa kişiyə zorlatır, hə? Binamus, hələ danışırsan da. Seymur mənə deyirdi ki, mənim aliment verməməkdən ötəri mais 600 manat mənə məhkəməyə rüşvət verib ki, mən aliment vermirəm, məni tutmasınlar, maisə get, öz anasının yoburu, əri olan maisi mənim qapıma gətirirdi. Seymur mənim öyümün bütün əşyalarını oğrayıb apardı, yığdı. Milyoner Züleyxanın öyünə telefonlarımı yandırdı. 50 manatlıq Samsung Duas telefonumu məcbur əlimdən alıb aparıb milyoner anasına pay verdi. Binamus, hələ danışırsınız da. Gətir qoz ağacımı, bərpa elə nə tər kəsmirsə. Seymuru da, səni də Züleyxa göndərir qoz ağacını kəsməyə. Züleyxanın şortusuna girirdi də o qoz ağacı. Zəhmət çək, ya 50 manat vur yinən kartıma ördək üçün, ya da həmin ördəyimi gətir. Başqa ördək gətirsən qapıya, meytun çıxar qapımdan. İstəmirəm, gedin mənə 7 manatlıq, 8 manatlıq ördək alıb verəsən. Mənim ördəyimin 50 manat qiyməti vardı. Əhəlləşdirilmiş çöl ördəyi cinsindən idi. Namussuzlar, oğrular. Seymur deyirdi sənin üçün ki, Elnur deyirdi, gedib qaynının cibindən pul oğramışdı. Ağsuda Elnuru döyüb dedi, yola salmışdılar. Odur da sənin qardaşın səndən satqınlıq eləyir. Sənin qardaşın Seymur mənim bu öyümdə hələ sənin yanında qoz ağacını kəsən günü dedi ki, mən qalıncaq pirinə 5 manat nəzir demişəm. 3-cü Dünya müharibəsi qalxsın, bütün millət geçsin, qırılsın, nəyləri var bizə qalsın. Sən də qayıtdın dedim ki, nə kef olar, kef eləyər o yeyib içib. Utanıb ölmürsünüz, nə adına bu cəmaat sizin məclisinə aparır, sizi kimi ermənli. Seymur deyirdi ki, mən TikTokda ermənilərlə yazışıram. Biz erməni yox, yalandan Azərbaycan pasportu çıxartmış o. Seymur mənim bütün öyümün əşyalarını soyub apardı. Ayaqqabılarımı yandırdı, telefonlarımı yandırdı, paltarlarımı yandırdı, əl çantalarımı yandırdı. Nə islat qoydu Seymur mənim öyümdə? Zəhmət çəksin o dillaq dodaq Seymur. Onun səsi var ya, məndə ki, deyir, uzağı 25 yaşında bir amcıq olsa çalaram. Onu trend elətəcəm, bütün millət görsün. Ya mənə vurduğu ziyanı, o dillaq dodaq